Biz xəstə misalındayıq, aləmlərin Rəbbi təbibdir. Həqiqi təbib odur, həqiqi həkim odur. Elədir? İnsan həkimə gedir, 50 il dərs oxuyanda, mədəsi ağrıyanda, başı ağrıyanda, həkimə gedəndə 5 il universitet qutaran, tibb universiteti qutaran bir həkim ona əgər resept yazırsa, heç bir 50 il kitabı oxuyan demir bunu nəyə əsasən belə yazırsan. Demir. 50 il oxuyan müştəhid də başı ağrıyanda gedir o həkimin yanına. O 5 il, 10 il oxuyan təbibin yanına gedir. Niyə? Çünki onu öz sahəsində nə bilir? Mütəxəssis bilir. Onu bu sahənin bilicisi kimi bilir. Və o nə yazırsa sualsız neyniyir? Qəbul eləyir. Biz Allahı həkim olaraq, Allahı qüdrət sahibi olaraq, hər şeyi bilən, hər şeyin yaradıcısı olaraq əgər qəbul elədiksə, onun əmrlərinin müqabilində nə olacaq? Bu cür müt'i olaraq, yəni biz deyəcəyik ki, boynumuz nədir? Tükdən də incədir sənin əmrövün qabağında.